bıçağın hər iki tərəfini baxın belə yağlayın. Geçen buradan yağ indi töküldü. Və belə yağlayın və sizin o gözəl gözləriniz yanmayacaq. Deməli bir su bardağı yeşil mərcimək. Bunu əlavə edirik. Bol su əlavə elədim. Mərcimək yumuşayana kadar bu suyun içində qalmalıdır. Soğanlar geçen kızardı. Yani bunu çok kızartmasın. Hafif biraz kızardı. Bəsidir. Sarımsağı da əlavə eləyirəm. Sarımsağı da 3-4 baş belə deyim. Ürəyiniz necə istəyirsə. Mən çiğ yeyə bilmirəm, amma yeməkdə biz soğanı, sarımsağı çox tükətirik. Mərciməyim qəşəng yumuşadı. Bir də ki əzizlərim, mərcimək suyu, düyü suyunu heç vaxt tullamayın. Əgər sizin evdə bitki varsa, o suyu bitkinin içinə əlavə eləyin. Çiçəklər üçün, bitkilər üçün çox xeyirlidir. Mən indi bunu süzürəm və yeməyin içinə əlavə eləyirəm soğanların üstünə. Soğanla sarımsaq qızardı. Bir yemək dolu qaşıq domates salçası. Bunu da əlavə eləyirik və bərabər bunları qızardırıq biraz. Bunları qəşəng qızartdım. Yeşil mərciməyi indi əlavə edəcəm. 1 çay qaşığı tuz, yarım çay qaşığı qara biber, bir belə balaca çay qaşığı da pul biber. Tuz, karabiber, pul biber və salam. Üstünə 200 ml su əlavə eləyirik və 20 dəqiqə mərcimək pişənə qədər qaynatmalıyıq. 20 dəqiqə keçdi. Videoda gördüğünüz kimi mərciməklər tompiş oldu, pompuşdu. Şişiblər, hazırdılar. İndi də biz bura 1 stəkan əzizlərim ərişdə əlavə eləyirəm. Bu əsmər ərişdədir. Evdə yoxdursa beyaz ərişdə də əlavə eləyə bilərsiniz. Amma şəkər xəstə insanlar üçün əsmər ərişdə daha faydalıdır. İndi bunu da qəşəng əlavə eləyirik və siz bura toyuq bulyonu da əlavə eləyə bilərsiniz. Ət bulyonu da əlavə eləyə bilərsiniz. Bizdə bugün Konkagildəyəm. Konunun qəşəng belə gördüyünüz kimi ət suyudur. 200 qram da qəşəng belə ət suyunu əlavə eləyirəm əzizlərim. Və salam, çorbamız qəşəng hazırdır. Bir 10-15 dəqiqə bu ət suyun içində də, bir 10 dəqiqə hatta yetir, bəsidir. Konkada qəşəng keşniş də var, qəşəng yuyub, qurudub, hazır. Biraz da çorbanın üzərinə keşniş gəzdirəcəm. Supumuz, şorbamız qəşəng hazırdır. Gözəlliyinə baxın. Qəşəng limonu bol belə sıxırsınız. Ad duşu, vsey duşu. Var belə. Allah. Biraz da üzərinə keşniş gəzdirək. Super. Все. Gəl Ömərçik, afiyet olsun. Deməli bu şorba kimlərdə yüksək xolesterin var, kimlər şəkər xəstəsidir, mütləq həftədə ən az 3-4 dəfə bunu hazırlayıb yeyirsiniz. Həm dadı mükəmməldir, həm də şifalı bir çorbadır. Öpürəm sizləri. Özümdə belə qəşəng turşuşka ilə indi bunu partladacağım. Piyax, bunu Konka hazırlayıb. Qəşəng suxarik, ən sevdiyim galeta və sucuk. Mənə nuş olsun, sizə də xoş olsun. Öpürəm.